Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda Vaqifin artsanına çox yaxın bir ərazidə, deməli 4,5 sot torpaqda bir böyük salım, 2 böyük otağı, bir kiçik otağı olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Onu da deyim ki, əla və keyfiyyətli təmir olunub. Bax belə bir həyət evinin qiyməti 95 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda mən sizə zalını göstərirəm. Zalın uzunluğu 13, eni 4,5-dır. Otaqlar isə 6-nın 5-ədir. 2 qat kubiklə hörülüb, kürsülüdür. Yeni polu taxtadır, yəni başqa materialı deyil. Kombi sistemidir. İstili sistemi eyni zamanda deməli 2 minutkadır. Hal-hazırda mən sizə deməli otaqlardan birini göstərirəm. Bax 6-nın 5-ə olan otaqlardır. Kürsülüdür. İndi isə ikinci otağı görmək mümkündür. Çox yaxınlıqdan 28 nömrəli marşrut işlər. Burası ikinci otaqdır. Bax belə bir həyət evinin qiyməti 95 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yəqin ki, təmirini görürsünüz. Onu da yenə təkrar edirəm. Əla və keyfiyyətli təmir olunub. İndi isə qapıdan giriş hissəsini görmək mümkündür. Bax burada belə bir mini otaq var. Harasa 3-ün 4-dədir. Hətta 3,5-ın 4-də olmalıdır. Mətbəxin ölçüsü isə 5-in 5-ədir. Mətbəxdə bir də ki, qapıdan giriş hissəsində bax bu ərazidə deməli pol, isti poldur, tiyoplu poldur. Mətbəx mebeli evdə qalır. Bax mətbəx mebelini mən sizə yenidən göstərirəm. Gördüyünüz kimi mətbəxi də təmirlidir. Yəni harasa 5-in 4-dədir. Bax bu cür böyükdür. Yenidən mətbəxini sizə göstərdim. Qarşıda isə deməli ölçüsünə görə ən kiçik otaqdır. Harasa 3,5-ın 4-dədir. Hər bir otaqda kombisi var. Deməli bu həyət evinin 2 ədəd hamamı var. Biri məhlədədir. Bax ikincisi isə, yəni bax buranı mən evin içərisi kimi hesab edirəm. Deməli buradır. İkincisi isə qarşıdadır. İndi mən ora çıxıram. Deməli böyük bir badval var. Badvala düşmək üçün pilləkənləri görmək mümkündür. Bax belə bir həyət evinin qiyməti 95 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Dediyim kimi sənədi ilkin sənəddir. Arxiv arayışı var. İndi isə navesin alt hissəsini görürsünüz. Çox yaxınlıqdan 28 nömrəli marşrut işləyir. Burası isə navesin alt hissəsidir. Navesin alt hissəsinin uzunluğu 20, eni isə 6 metrdir. 4 tərəfdən kubiklə hörülüb. Yenidən bax bu həyət evinin məhləsini sizə göstərirəm. Qarşıda bağçası var. 4 tərəfdən kubiklə hörülüb. 15 tonluq su baseynisi var. Bax bunun alt hissəsi mənə deyilənə görə bu cürdür. İndi isə evin üst hissəsini görmək mümkündür. Yəni krişasını göstərirəm ki, əla və keyfiyyətli formadadır. Yenidən bu həyət evinin bağçası, qarşıda bağçasını görürsünüz. Bax belə sizlərə uğurlar.